Herkese salam, yeni videoma xoş gəlmisiniz. Qızlar, indi hazırlaşmışam, kursa gedirəm. Qızlar, nə qəşəng hava var, sevirəm də belə günəşli hava. Havada günəş olan kimi enerji yüksəlir. Çox qəşəng havadır. Qızlar, güllərə baxın, çox qəşəngdir. 28-də Oliviyaya gəldim. Bir dənə Clear markasının benzin pudrasını almaq istəyirəm. Sənubər aldı, çox bəyənmişdi. Və dedi ki, quru sifətlər üstündə uyğundur, çünki dərini nəmli saxlayır. Ona görə indi nə qədər endirimdədir, alıram. Məndə ümumiyyətlə elə enzim pudra peeling yox idi. Sənubərdə gördüm, dedim, nədən mən də almayayım. Uşaqlar, kursa gəldim, Çin yeməyi bişiririk. Asiya mətbəxinin müəllimi, şefi gəlməyib. Bugün başqa Çin mətbəxi eləyəcəyik. Canım, niyə mən yox? Adın nədir deyəcəm sən hamısını. Çin mətbəxindən gyoza eləyirik indi. Ət qoyub xəmirlə belə bükür, suda bişiririk. Bunun burasını tutursan, birləşdirdin. Birləşdirəndən sonra, möhkəm birləşdirəndən sonra bu hissəni bir dəfə elədin. Eləyəndən sonra bax xanım, sıxırsan, möhkəm sıx, ürəkli ol. Bir dəfə sıxdın, 2 dəfə sıxdın, 3 dəfə sıxdın. Bir də şəkər birəyə oxşuyur. Sonra buranı bağladın. Sonra keçdin bu tərəfdən. Gürzəyə də Bir dəfə oxşuyur. sıxdın, 2 dəfə sıxdın, 1 dəfə sıxdın, sonra bağladın. Ay para kimi, əyər olmalı, ay para kimi. Xəmirlərimiz birinci belə yumru üstündədir, daha sonra belə açırıq. Baxın, belə nazik olmalıdır. Yaxşı, dediğim kimi bükmək lazımdır. Mən bükə bilmirəm. Var yemək pişirə bilmirlər. Ona görə bükə bilənlərə veririk, düşsün. İndi də mola verib çay içirik. Salatın adı nə idi? Chicken pineapple salat. Satlıqda sırğaya girdim. Belə qəşəng qaşdı, təyyarə sepi gördüm. Çox qəşəng idi. Qiyməti neçə idi? 6 manatdır. Çox gözəldir. Burada belə set gördük. Hello Kitty seti. Çox şirindir. Pomadalarıdır bunlar. Bu dokusudur. Bu da 50 idi. Çox qəşəng rəngi var. Babisi gör nə idi? Yəqin ki, ten olar. Ya da bəlkə də bronzer. Ay, çox qəşəngdir. Tam belə 13-14, 15 yaşlı qızlara alınacaq hədiyyədə. Qızlar, kursdan indi gəldim evə. Yakutzadan 3 dənə krevetkalı noodle sifariş vermişik. Çox sevirəm mən Yakutzanın noodle'unu. İndi açıb sizə də göstərəcəm. Bir çox restoranda noodle yemişəm, amma ən gözəl noodle Yakutzadakı noodle'dur. Hər kəsə salam. Qızlar, indi hazırlaşdım, kursa gedirəm. Bugün bizə Nicaz şef Asiya mətbəxindən gözəl yeməklər hazırlayacaq. Bilirsiniz ki, mən Asiya mətbəxini çox sevirəm. Sushidir, noodle'dur, ramendir. Bu günlərdə qəşəng bu tipli yeməklər hazırlayacaq. Ona görə bu günü özəl olaraq çəkmək istədim. Qızlar, indi Nicaz şef gəldi. Ləvazimatlar alınıb. İndi qəşəng Asiya mətbəxindən yeməklər pişirəcəyik. Yəni, keçmiş yük, o belə istifadə olunur. Böyük qabiliyyətdən. Kimdə? Nə qədər var? Bu dərsdə krevetkalı və toyuqlu noodle elədik. İlk öncə soğanları qovurduq. Qıraqda da black noodle'u qaynatmışıq. Burada süzürük suyunu. Qırmızı və sarı biberlər də xırda-xırda doğradıqdan sonra qovrulmuş soğanın üzərinə qatıb hamısını bir yerdə qovururuq. Başını belə bir qaz olanda belə eləmək. Bir masına aid olan soya soslu. Bundan tərkibini qatacağıq, noodle pastanı qatacağıq və 2 dəqiqə ərzində o qarışımdan sonra yeməyimiz hazırdır. Kakos yağının sütü. Çox adı təşəmmür və əlavə edirik. Pastanı gətirir, zəhmət olsun. Pastanı əlavə edirik. Zəhmət olsun. Fatimə ilə mən burada krevetkaları təmizləyirik, içinin bağırsağını. Burada sizə onu göstərirəm. Bu qaraları təmizləmək lazımdır. Bıçaqla da belə rahat formada çıxardıb təmizləmək olur.
Artıq burada da noodlelarımız hazırdır. Şef burada mamacita sosunu noodleun üzərinə desen vermək üçün və dad vermək üçün tökür. İncir tutuyor mu? Şundan götürəcəyik. Bizlər Fatimə ilə çıxdıq indi kursdan. Gedirik evə. Qəşəng maraqlı dərs oldu. Yeməklər də dadlı idi. Düzdür, biraz istiyotludur çünki normalda da aş yeməkləri istiyotlu olur. Evet. Bye. Mən və südlü paxlavanın arasındakı olan eşq məni bitirəcək. Çox sevirəm. Özdə imeylini bizim həyətimizdə satılanı çox sevirəm. Keçən dəfə Əhməddə sizə göstərdiyim bal badəmdən südlü paxlava almışdıq. Heç qəşəng deyil idi. Qızlar, bu gün sizinlə bərabər toyuqlu naqts eləyirik. Mən bu toyuqlu naqtsı eləməyi öyrənəndən sonra demək olar ki, mən hər həftə bu naqtsı bişirirəm. Çox gözəl və ləzzətli olur. Dedim bu səfər sizinlə bərabər eləyim, sizə göstərim. Mən indi 2 kilo feleyindən eləyəcəm. Çox sevirik deyə ona görə çox eləyirik. Amma siz də istəsəniz 1 kilo belə kifayət eləyər 3-4 nəfərə. Öncə feleni təmizləyirik. Feleni bir-iki dəfə yumuşam, amma daha sonra yenə yuyacağım. Bana belə olmuş bu ağ pərdələri kəsib götürürəm. Feleni belə uzun-uzun lay-lay doğrayırıq. Bu formada. Sümüyü varsa, sümüyünü də kəsib çıxardırıq. Əgər fele biraz belə qalındır, qalın hissəsini əlinizi qoyaraq incələdə bilərsiniz. Belə qısa-qısa da eləyə bilərsiniz. Toyuğu bit doğradım, yudum. İndi də qoymuşam aş üzərinə suyunu süzsün. İndi birazdan sosunu hazırlayacağıq. Sosu üçün bizə lazım olacaq qazlı su, 1 stəkan, 1-2 diş sarımsaq, 3 yumurta, duz, istiyot və un. 2 dənə sarımsaq vuracağım mən. Amma siz məndən az fele eləsəniz, 1 kilo eləsəniz, 1 dənə sarımsaq kifayətdir. Sarımsağı soydum, yudum. İlk öncə sarımsağı əzirik. Sonra xırda-xırda doğrayacağıq. Kızlar, indi sarımsağı tökdüm bunun içinə. Daha sonra yumurtaları vuraq. 3 dənə yumurta vuracağıq. Əgər feliniz yenə də deyirəm 1 kilodursa 2 dənə yumurta kifayət eləyir. Mən 2 kilo elədiyimə görə hər şey biraz artıq vururam. 1 stəkan qazlı su, 1 çay qaşığı duz. Baharatları özünüz istədiyiniz kimi əlavə edə bilərsiniz. Yəni paprika, qırmızı biber bunlar da qata bilərsiniz. Biz sadəcə o qədər istiyotla azla sevmirik. Sadəcə qara istiyotdan istifadə edirik. 7-8 qaşıq un. Hələ ki 5 qaşıq tökək. Kıvamına baxaq. Çox duru olsa yenə tökərik. Yenə də un əlavə eləyəcəm. Üzərinə biraz istiyot əlavə elədim. Qızlar, indi bunu 10-15 dəqiqə sosun içində qıraqda saxlayacağım. Yağı da qazana tökdüm. Çalışın yağı biraz hündür eləyin. Çox tökün ki, yaxşı qızarsın. Qızartmaq üçün nə edirik? Unu tökürük belə böyük boş qabağa. Daha sonra mısır nişastası var. Bu ilə qızardanda çox qəşəng olur. Çox az mısır nişastası da tökürük. Un və mısır nişastasını bir-birinə qarışdırırıq. Yağ artıq yavaş-yavaş qızarmağa başlayır. Mən də sizə göstərim necə elədiyimi. Götürürəm, sonra belə una batırıram ki, belə yağın içinə qoyuram. Baxın qızlar, yavaş-yavaş qızarmağa başlayır. Artıq 3 dənəsi hazırdır. Biz indi gəlmişik Binəyə, Bakı City Mall-a. Çox isti hava. Bu mağazaya girəcəyik indi. Qəşəng paltarlar da onlara baxmağa. Qızlar, belə bir dənə Adidas dəsti var. 55 manat idi deyəsən. Ki, çox qəşəngdir bu da. Bir də belə kətan şalvarlar var. Altın astarı da var. Bayaq dediyimə bu dəsti bəyəndim. İndi bunu geyinəcəm, görüm necə qalır. Qəşəng qalsa götürəcəm. Qəşəng qaldı. Burası biraz ayağı kəsilməlidir. İndi qollarımı çox göstərə bilmirəm. Çünki qolları qısa qoldur. Altdan qol çaxna falan geyinmək qəşəngdir. Kostyumu götürdüm. Belə qəşəng incə bir dənə don var. Çox qəşəngdir. Bəyəndim bunu. Altdan qəşəng geyinmək olar kofta ilə. Baxın qızlar, sonra bir dənə belə qəşəng enli şalvar da var. Burasında belə.
Bu dəsti çox bəyəndim, amma altının astarı heyif ki, qısa idi. Ona görə bunu götürə bilmədim. Bir də belə balıq stilli yubqadır. Buna baxacağam. Hə qızlar, El Razmerin tapdım. Çox qəşəngdir. Altı belə qəhvə idi. Qəşəngdir. Qızlar, bir dənə belə qəşəng şalvar gördüm. Çox gözəl material var. Bu rəngdə samba almışdım təzə. Oyuna bir də qəşəng lila hicabımdan qəşəng gedər. Bu şalvarı, Adidas kostyumu və o tüllü olan yubqanı götürdüm. Qəşəng kovboy kombin eləyəcəm. Qızlar, gedirik indi Sumqayıta. Qızlar, çox qəşəng hava var. Şükür artıq yay havası gəldi. Böyük maşa sushi yeyəcək. Heç o Sumqayıtda sushi məkanına gedib yemək yeməmişəm. Bu da mənim üçün ilk deneyim olacaq. Sumqayıtda çox sushi məkanları var idi, amma heç birinə getmədiyim üçün bilmədim. Amma Sushi Home by Fərəhin digər filiallarında olmuşam. Buranın sushilərinin dadını bilirəm. Ona görə də gəldik bura. Bir dənə şef set dedi, 70 ədədi 55 manat idi. Bir də pizza demişik. Burada da sizə məkanı göstərirəm. İçəridə mahnı verirdilər də, içəridə çox çəkə bilmədim. Gəldim ona görə bura ki, sizə detaylı danışım. Qəşəng bir dənə sushi seti sifariş verdik. İndi onun gəlməsini gözləyirik. Mən pizzanın dadına baxmadım, amma dedilər ki, yaxşıdır. Sushiləri də əla idi. Mən sizə bura ətrafı göstərirəm. Buranın atmosferi və məkanı çox qəşəngdir. Mən digər filiallarında olmuşam, amma ən çox bəyəndiyim filialı Sumqayıt filialı oldu ki, buranın atmosferi, ətrafı, dizaynı çox gözəldir. Qızlar, çıxdığım indi Bayfərəkdən gedirəm evə. Sushiləri çox qəşəngdir hər zamanki kimi, çox bəyəndim. Yeni bir dənə piçenya kəşf eləmişəm. O qədər gözəldir bu. Bunu dönənlər daim görə gedəndə aldım. Amma ki, orada 4.50 idi, burada 5.48-dir. Mən indi hal-hazırda tam stordayam. Dünən amma daim görün yanındakı marketin adını bilmədim hansı. Amma yəni sizə bunu göstərmək istədim. Önəri kimi alın. Çox gözəldir. Çayın yanına o qədər qəşəng gedir ki, üstünün şokolatı dəhşət dadlıdır. Bir dəfə görsəniz, bir dəfə marketlərdə görsəniz, mütləq bunu alın. Fərqli bir şeylər yoxladıqca istəyirəm ki, sizin üçün çəkim. Bugün Alpengold'un Max Fun olan çeşitli pletka şokoladı yoxlayacağam. Görək bu necədir. İçi belə gülə meyvəlidir. Qızlar yedim. Dadı çox qəşəngdir. Adamın ağzında belə xırda-xırda baloncuq kimi partlayır. Şokoladın şirinliyi və meyvənin turşuluğu bir-birinə qarışır. Çox qəşəng olur. Yoxlayın.